biz danışırıq, artıq debat formasına keçib və sizdən fikir soruşmaq görürəm, çox maraqla dinləyirsiniz. Ümumiyyətlə sizdən də... Yoxsa heç danışmayın. Yox, mən niyə görə? Danışmalısınız, siz yaxşı danışırsınız. Sizin də mövqeyiniz bu islahatçı yanaşmasına yaxın mı deyim, bilmirəm. Necə deyim ki, sonra söz eləməsinlər. Bu sahədə olan sözbazlıq mən gördüm ki, başqa heç bir sahədə yoxdur. Özü elə İslama ziddir. Yəni sözbazlığın özü. Özü İslama ziddir. Bəli. Ümumiyyətlə, bu danışdıqlarımıza sizin münasibətiniz? Təşəkkür edirəm dəvətinizə görə. Elə islahat sözünün adından göründüyü kimi, mütəxəssislər də əyləşib məndən yaxşı bilərlər mənasını. Elə islahat sözünün mənası, mahiyyəti göstərir ki, bütün sahələrdə islahatın olması zəruri və müsbət bir ehtiyacdır. Zamanın tələbləri var, dövrün tələbləri var, müxtəlif məsələlər var ki, ümumiyyətlə bütün sahələrdə islahatların davamlı olması inkişafa səbəb olan bir məsələdir. Ölkəmizdə şükür Allaha ki, dövlət-din münasibətləri yüksək səviyyədədir və eyni zamanda tolerantlığımız bizim həm qanunlarımızla dövlət səviyyəsində təşkil olunub, mühafizə olunması ilə yanaşı, nəzarət olunması ilə yanaşı, həm də bizim genetik xüsusiyyətlərimizdən doğan millətimizin, xalqımızın, yəni bir-birinə qarşı başqa dinlərə, əqidələrə, məzhəblərə, firqələrə olan mərhəmət və məhəbbəti, öz qəlbindən gələn qonaqpərvərlik və digər bizim ənənələrimiz bu, necə deyərlər, ənənənin yaşadılmasına bilavasitə səbəb olur və başqa ölkələrə də bəlkə də biz nümunə ola bilərik bu məsələlərdə. Rafiq müəllim özü də dini qurumlarımız... Bizim cəmiyyətimiz sekulyarlığa daha çox meyilli olduğuna görədir bəlkə də bu. Burada bu, məncə, daha böyük rol oynayır. Bilirsiniz, orada burada indi din dövlətdir, o zaman din dövlət konsepsiyası vardır. Bizə çox zaman fikirləşirlər ki, din ümumiyyətlə dövlətdə öz yerini tutmalı deyil. Din artıq sosializm dövründə tamamilə öldürülübdür. Amma əslində din ölmədi, qaldı. Bəli. Və dinin, dövlətin siyasətində qalması məcburidir. Bəli. Hakimiyyət, cəmiyyət və din. Bu üçlük qalmasa, biz dövləti inkişaf etdirəmərik. Təbii ki, Sovet dövründə məlumdur ki, hansı proseslər gedib və ideoloji cəhətdən xalqımızın həm inancına dəyişikliklər edilib və s. Amma müstəqillik dövrümüzdə xüsusi olaraq mən burada vurğulamaq istərdim ki, dini qurumlarla iş üzrə dövlət komitəsinin yaradılması bu işlərin inkişaf etməsində müsbət rol oynayıb. Eyni zamanda hörmətli Rafiq müəllim də o komitənin səhv etmirəmsə ilk sədri olmuşsunuz. Qurucu sədrisi olmuşsan. Yəni o... Təklifə də mən vermişim onu. Bəli. Bu həqiqətən də bu dini qurumlarla iş üzrə dövlət komitəsinin fəaliyyəti ölkəmizdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsində, həmçinin dini konfessiyaların, cərəyanların və yaxud digər məsələlərin tənzimlənməsində çox müstəsna rol oynayıb. Qeyd etdim, həm də bizim xalqımızın bir genetik xüsusiyyəti var ki, bu tolerantlıq sözü bir növü bu qərbdə yaranan bir məsələdir. Bu ehtiyac olan yerlərə bu zəruridir. Bizdə bizim xalqımız elə adətən tolerant, o bizim üçün necə deyirlər, biraz o harmoniya demək olar. Bu nə bilim, bir nəsə başqa bir, bunu bir ülvi, bir başqa bir termindən ifadə eləmək olar. Dözümlülük. Biz nə vaxt dözümsüz olmuşuq ki, yəni biz bəlkə də çox dözümsüz olmayanlara aiddir ki, geçsinlər, onlar öyrənsinlər tolerantlığı. Yəni bizdə biraz da bu qəribə gəlir. Yəni bu bizim milli xüsusiyyətimiz eyni zamanda bu cürdə davam edir. Təbii ki, xarici təsirlər var. Gəlirəm, bilirəm fikriniz nədir. Yəni, xarici təsirlər, sonra məsələn bu islahata ehtiyac duyulmağı məcbur eləyən amillər var ki, nəyə görə bu islahatlar olmalıdır və yaxud nəyə görə bu xurafatla mübarizə, radikalizmlə mübarizə. Bunların əsas qaynaqları xarici təsirlərin nəticəsindədir. Yəni, bizim özümüzdə yaranan hər bir məsələ yerində həll oluna bilir. Ancaq xarici təsirlər kənardan idarə olunduğu üçün o biraz problem yaradır. Bayaqdan burada mən qulaq asıram, məsələn, mən açığı şəxsiyyətlərin üstündə məsələni qurub müzakirə aparmağına da tərəfdar deyiləm. O fikirləri o adam hardan qaynaqlanıb deyir, özündənmi deyir, bunu bir araşdırmısınızmı? Yoxsa kimlərinsə fikir... Yox, məsələn, mən şəxsdən... Təqil deyilir başqa deyənləri, İslam pasalyanlar ki, ortaya düşüblər, bu da onların dediğini deyib, Türkiyənin bəzi insanlarından götürüb deyir. Mən şəxslərin üzərində qurmağın tərəfdarı deyiləm və ümumiyyətlə dini mövzuda debatların da tərəfdarı deyiləm. Onun da ziyanlarını, fəsadlarını lazım gələrsə mən deyərəm. 1400 ildir müsəlman məzhəbləri bir-birindən debat eləyir. Öz dövrlərinin tələblərinə uyğun olaraq. İndi televiziya efiri var, o vaxtı bir-birinə təkcib rəddiyə yazırdılar. Nəticə nə olub? 860 məzhəb təriqət var bugün. Nəticə budur. Onda biz bu ənənəmi davam eləməliyik. Bugün ölkəmizdə qadağan olunmuş kitablar var. Bunların qarşısını almaq üçün nə etməliyik? Dini qurumlarla iş üzrə dövlət İnanclı insanlar nəyə istinad eləməlidir? Komitəsinin
qadağan etdiyi kitablar var. Onları bildik. Yox, Mən hər şeydir. Nəyə istinad eləməliyik? onların mahiyyəti elə bu debatların tərkibi kimi olduğu üçün qadağan olunubdur da, orada da debatlar gedir də. İndi orada sadəcə Bəli, Rauf o bəy. dövrün tələbinə uyğun Məncə, debatlar. yox, biz Ad da çəkə bilərəm kitabın. İndi bəlkə də burada uyğun yox, deyil. çəkməyin, qadağan olmuş şeyi reklam yox, edəcəksiniz. yox, görürsünüz. Yəni ona görə də həmin o kitabda olan mahiyyəti biz burada gətirib Mən sizi tam filankəs anladım. belə deyir, Mən sizə filankəs bir misal çəkeyim. şəxsiyyətlərin üzərində Bəli, qurmağa çək. ehtiyac yoxdur. Bəli, siz fikrinizi tamamlayın, sonra biz geniş danışaq. Arada bir 2 dəqiqə mənə də çox vaxt buyurun, verin. elədik. Hə, çox üzr mənim. Deməli, məsələ belədir ki, təbii ki, islahatlar qeyd etdik. Əsasən bax bu xurafatçılığa qarşı, bilirsinizmi? Xurafatçılığı biz tənqid eləyirik, mövhumatı tənqid eləyirik. Ancaq bu xurafatın və mövhumatın yerinə də siyasi İslam və yaxud da radikalizm gəlirsə, onda bu ümumiyyətlə elə belə götürəndə mümkün də deyil. Yox, mümkün olub olmamaqdan söhbət getmir, amma müəyyən fikirlər yenə deyirəm, bu xaricdən idxal olunur. Çünki bax adi bayaq burada siz müzakirə eləyirsiniz, məsələn ki, filankəs belə danışır, belə deyir. Bu bilirsiniz necədir? filankəs? Yoxdur, Elşad Miridən danışırsınız da, indi mən də məcbur oldum adını çəkdim. Adam yoxdur burada. Məsələ Yox, Adam olmalıydı, burada gəlmədi. Bildim, mən başa düşürəm, Adam onun əvvəldən fikirləri demişdi ki, var. gəlməyəcək. Tənqid də eləmək lazımdır, anlaşılmaz fikirlər. Məlumdur niyə gəlmir. Amma mən bu metodologiyanın, bu üslubun əleyhinəyəm. Bu bir şəxsi, onsuz da məşhurdur, onu məşhurlaşdırmaqdan mı söhbət Bir şey gedir? deyim, Bu insan əgər İslamı səhv yerlərə yozursa, biz ona cavab verməli deyilik. Onun metodologiyası başqa olmalı. Olsun, biz ona cavab verməli yoxsa yox? Bildim. Yaxşı, necə olsun, İndi ay bu müəllim, dəqiqə bizi öyrədin, yüzlərlə nətər adam, olsun? bir dəqiqə, Metodologiyasını öyrədin yüzlərlə bizə. anti-təbliğatın özü də təbliğatdır. Siz o adamı populyar eləyib biz məşhurlaşdırırsınız. eləməmişik. Biz eləməmişik. Bütün Azərbaycan ilahiyyatçıları bu gün Elə burada bayaqdan burada ondan danışırsınız. Burada danışmaz, həvəl orada danışıb ona görə. Salman Rüşdi bir söz misalı da bəlkə ona uyğun deyil. Bilirsiniz, Yox, heç əlaqəsi yox. 89-cu ildə Şeytan Ayələri kitabı yazmışdı Mənfur. Onun haqqında o adam İngiltərədə tanınmamış bir adam idi. Bəlkə də heç o qədər bədii yaradıcılıq qabiliyyəti də olmayan bir insan olubdu. Onun haqqında İranın dini lideri ölüm fətvası verəndən sonra onun kitabı ən yüksək tirajla bütün dünyada satıldı və dünyanın ən varlı adamlarından birinə Var çevrildi. adam oldu, O adama da heç fikirləri, bir ideyaları da dəstək tapmadı. Heç o tapmamaqdan söhbət getmir. Fəsad verdi, fitnə yaratdı. Yox, mən ayrı şey Amma deyirəm. ona görə də bir Və adamın məlum oldu üstündə ki, bu şəxsiyyətini qurmaq fikirlər lazım puçlu deyil. və puç oldu, getdi. Başa İlham düşürəm, etmək, düz inanmaq düz deyir. Əgər bir insan məşhurlaşmayıbsa düz deyirsən. Amma məşhurlaşırsa ona lazım cavab Yox, verməlisən. siz üzr istəyirəm də, mən metodu deyirəm ki, Başa fərqli düşdüm, götürmək. aydındır. Bax, o adamın tutaq ki, irəli fikirlər Yaxşı, siz də söyləyir. özünüz bir başqa bir Sözümü veriliş açıb o kəsir. metoddan Yox, davam Turan bəy, elətdirəsiniz xahiş edirəm. mübahisənizi. O fikrimi deyim də, mən sözümü elə ağzıma açan kimi yarımçıq sözümü kəsirsiniz. Bu verilişlərdə ən böyük problem nədir? Ən çox danışanlar axırda deyirlər ki, mən Mən danışmadım. çox danışmadım axı, burada bayaqdan Bax, indi biz yoldaşlar burada, danışır. biz istəyirik bir mövzudan danışaq. Siz o mövzuya uyğun bura gəldiyiniz üçün başlayırsınız başqa şeylərdən danışmağa. Başqa şeydən danışmıram axı, mən elə həmin siz... Yaxşı, mövzumuz nə idi bizim? Mövzumuz islahatçılıq. Elşad Miridən danışırsınız axı bayaqdan. Biz bu mövzunu gündəmə o gətirib. İslahatçılığı. Onun elə deyilən islah eləməliyik də. Tural bəy, elə də islah eləməyək, bəs xalqı çaşdırıb, azdırıb, nələr deyir, Quranda nə qədər ayələr inkar eləyir. Bir şəxsiyyətin üstündə qrup məsələni formalaşdırır. Düz deyirsiniz, amma bəzi fikirləri inkar eləmək lazımdır. Adamın şəxsiyyətindən o insanın şəxsiyyəti artıq məşhurlaşır. Onunla nə müzakirə edir? Tural bizə olan mühüm O fikir hardan gəlib, necə olub yaranıb, onun bizim cəmiyyətimizə nə kimi ziyanı faydası. Nişan vermişsiniz axı deyək sözümüzü. Demirsiniz, başlamışsınız. Gəlirdim Dini də orada. komitənin qurucu sədri buradadır. Onda məni nə sağ, siz bu danışdınlar da. Siz danışırsınız ki, dövlət belə gəldi, əlaqələr belə getdi. Kitabın səhv deyir hə. Ona hamımız razı əlbəttə ki, dövlətimiz talebdə çağırır, biz də buna razıyıq. Dinlər arası göstərir. Dini qurumların üzrə dövlət komitəsinin əməyi var, zəhməti var. Azərbaycan cəmiyyətində heç bir kəsin inkar etmədiyi və üzərində mübahisə qurmadığı şeydən danışır. Onun nəticəsidir ki, bu gün o cür adamlar çıxıb o cür azad fikir söyləyə bilir. Biz də çıxıb burada ona cavab... Bəli, biz də cavab verməliyik. Bunu dəyərləndirmək lazım. Bizə cavab verməliyik o zaman. Üzr istəyirəm, mən mühüm bölümlərə toxunum. Şəxsiyyətin üzərində qurursunuz. Filankəs belə dedi, o biri belə dedi. Bu nə bilim burada məsələ odur ki, filankəs elədi. Yaxşı, Buxari belə dedi, ondan sonra Müslüm belə dedi. Onu demək olar amma. Onu demək olar. Yox, Buxari də dinlədi. Yaxşı, icazə verin. Mühüm mövzuya toxunum nəyə? Qurban kəsməsi. Quranı sözsüz Qurana qədər çıxmır. Tam mənada Tural müəllimin mövqeyi mənə lazımdır. Siz bu yanaşma ki var, Quran və onunla eyni statusda hədis konseptli İslam inancına necə baxırsınız? Ümumiyyətlə belə götürək ki, Quranla heç bir başqa kitab, nə hədis eyni statusda ola bilməz. Bilməz. Bəs siz, mən Tural bəyin fikrini bilmək istəyirəm. Bu ümumiyyətlə bir mənalı buna cavab vermək
çətin məsələdir. Ancaq Bu adam konkret ağsaqqalımız net fikrini ortaya qoydu. Mən ümumi İslam nəzərindən götürürəm ki, Yox, İslam müxtəlif sizin baxış bucağınız. Turan bəy, xahiş edirəm, qoy bir 2 dəqiqəlik mənə imkan verin danışım da. Səhv də danışsam, sonra bir mütəxəssis deyər, yoldaşlar necədir? Mən elə ya həsi var, ya yoxsu var. Amma siz elə İslam bu danışdığımız məsələlər riyaziyyat deyil ki, Mən siz sizin də gəlib fikrinizi 2-4 soruşuram. eləyir. Bu nisbi məsələlərdir. Bu Bunu məsələlərdən uzatmalıyıq. müəyyən bir mövqeyə gəlmiş, çatmış, fikirlərinə hörmət etdiyimiz üçün də bura çağırdığımız Tural bəyin bu məsələ ilə bağlı net gəldiyi nəticəni bilmək istəyirik. Onu izah edəcəm. 2 dəqiqə vaxt verin. Yaxşı, verdik 2 dəqiqə. Sizin 2 dəqiqəniz başladı. Yoldaşlar çox danışır, mənə 2 dəqiqə vaxt verin. İslam dinində ümumiyyətlə Quran-ı Kərimin hədislər şərhi hesab olunur və bu qeyd etdiyim cərəyan və məzhəblərin də fərqli fikirləri ola bilər. Fərqli fikirlərin olması ilə yanaşı, amma əksəriyyətinin ortaq mövqeyi bundan ibarətdir ki, həmin hədislər lazımdır. Və eyni zamanda hüququn, İslam fiqhinin özəyini, əslini təşkil edən prinsiplərdən ikincisi sünnədir. Qurandan sonra buna sünnə, yəni hədislər əsasən ehtiva eləyir burada. Bu hədislər, bilirsiniz, Quranın həm şərh bəyanında, təfsirində zəruri lazım olan bir vasitədir. Həm fiqhi hökmlərin, İslam hüququna aid olan məsələlərin ortaya qoyulmasında müstəsna bir vacib məsələdir. Digər tərəfdən tarixin özü nədən ibarətdir? İslam tarixi elə hədislər yolu ilə gəlib çatıbdır da, o tarixin mənbələr var da, o ilkin mənbələr İbn Hişam, İbn Səd, Təbəri və s. başqaları. Bunların o nəql etdikləri forma və üsul da elə bir növ o hədisin nəql olunma metoduna yaxındır. Yəni o da həmin üsulla zəncirvari formada nəql olunur ki, filan kəs gördü. Tarixi nöqteyi nəzərdən istifadə etmək olar. Ümumiyyətlə, yox, hər tərəfli şəkildə. Hətta hədis daha dəqiqdir o tarixdən. Tək Quran-ı Kərimlə deyək ki, fiqhi götürmək, şəriət hökmlərini tətbiq etmək, bu mümkünsüz bir şeydir. Bunu belə İslamdan bir xəbər adamlarda, bu cür cəmiyyət içində danışmaq olar, biraz da əsrarəngiz görünə bilər, insanlara cəlb edici gələ bilər. Bütün məcəllələri yığışdıraq, deyək bir dənə konstitusiya kifayət edir. Bu idarə eləyin, görün, məsələ edirsiniz. Olar mı mümkün? Kimisə cinayət edir, tutuq iş vermək lazımdır. Ona da cavab var. Məncə ona da cavab var. Nə var cavabı? Nədir onun cavabı? Ağılla da hərə bir cür fikir yürüdəcək. Deməli, bu hədisə sıslanmaq lazımdır. Yaxşı. Yəni sizin düşüncəniz bundan ibarətdir ki, yəni Quranla bərabər amma səhih hədis, uydurma yox, İndi vallahi o səhihlərin də içindən səhih hədislərin sayı nə qədərdir? Bilirsiniz, Raq müəllim, mən bir şey deyim, bu da məsələ. Sayını mən 200-dür. Yox, səhih hədis məsələsinə siz deyən mütəvatir hədis. Bağışlayın. Deyək 200 mütəvatir. Yaxşı. Məgər o kəslər o 200-ə qəbul edir, eləmir. Allah Rəsulü heç nədir, paştalyon olub deyirlər. Yalnız elə deyirlər. Yalnız Quran gətirib bitdi. Onun sözü, onun həyatı bizə nümunə deyil. Samin bəy, səhih hədis ki, burada bir incəliyyət toxunaq da. Səhih hədis, bu məsələlər var da, indi o böyük məsələlərə yox. Bax, məsələn, o günü bir kitab adı çəkdiniz, burada çəkildi deyə deyirəm, mən çox tərəfdar deyiləm. Deməli, Buxari Müslimi dediniz. Buxari Müslim bir və ya bir neçə cərəyanın subyektiv əsas qəbul elədiyi mənbələrdir. Bu birisi cərəyanın əsas qəbul etdiyi Əllamə Məclisinin Kuleynin dünyanın 90% müsəlmanın qəbul etdiyi Buxari Müslim. Olsun 90%, əksəriyyət olsun, deyək lap 99%. Yəni müəyyən cərəyan demək olmaz. 90% cərəyan demirlər. Müəllim, yaxşı da əksəriyyət Quranı o qəbul edənlərin neçə faizi qəbul eləyir? Bəli, onlar da müxtəlifdirlər. Nəyi? 100% də onu qəbul edir. Yaxşı, Buxari qəbul eləmirlər. Quranı qəbul eləmirlər. Quranı qəbul edir. Quran deyir ki, Allah arasında taban olurlar. Bir dəqiqə Buxariyə kimi, onda kimin kitabı Bəli, var. 250 il Peyğəmbərdən sonradır da təqribən. 250 deyil, 190 il sonra, 180 il sonra anadan olub. Bağışlayın, həmişə gözəl söz dediniz. Həmişə nəyə toxunurlar? Buxaridən qabaq başqa böyük alimlər var. Peyğəmbərin səhabəsi özü Abdullah ibn Amr kitab sittədən söhbət gedir də, ona görə ona o səhv deyir də, xeyr, İmam Əhməd var, ondan qabaqdır. İmam Malik var, hədis də ondan qabaqdır. Ondan qabaq biz bunu Buxari deyirsə bunu deyim, xahişlə söz keçək. Məsəl üçün, bəzi şübhələrdən biri ki, Buxarinin nüsxəsi yoxdur. Düzdür, elə deyirlər. Nüsxə yox, nüsxə. Birincisi o uşaq oynadı. Bu gün nüsxəyə qalsa, Rahim müəllim bu işlər yaxşı biləndi. Aristotelin, Hipokratın, Galeninin, nə bilim, kimin nüsxələri əl yazması əlimizdə olmalıdır. Yoxdur. Mənim sözümün canı vardır. Başlamışam qarşısında. Davam eləyim. Məsələn, bu mən yazdığım kitabdır. Mən belə Rahim müəllim dövründə icazə verilib bu kitaba, dua kitabı. 2006-cı il ya 4-cü ya 5-ci il yazmışam, yazmışdım. Əl yazımı yazmışdım qələmlə. Vallahi bu dəqiqə əl yazmam yoxdur.
üstündən 20 il keçib. Yoxdur əl yazma. Təzə bir dənə dua kağızlarda çıxmışdı. Turan bəy, mənim 2 dəqiqəm tamamlanmaq üçün 5 dəqiqədir ki, bunu din danışası baxışdan Turan bəy. Yəni deməsəm ki, əl yazmaya 20 il keçib əl yazmam yoxdur. Niyə görə yoxdur? Səbəbini deyim. Qulaq asa bilərəm. Siz maşallah üçün dəfə gəlirsiniz. Dediyinizdə fikir verin. Sizin fikrinizdə dəfə gəlirsiniz. Çox kimi IQ-su zəif olan da başa düşdük. Çox deyirsiniz ki, əsas İmkan vermişsiniz. hədislərə də baxmaq lazımdır, amma səhihlərinə. Yox, xeyr, elə demirdim. Mən sözümü tamamlaya bilmədim. Deyirəm keçərsiniz baxarsınız. Hə, yaxşı, buyurun. Tamamlayın. Buyurun. Tamamlayın, xahiş edirəm. Tamamlayın. Misal çəkdim, elə ağzımdan bir Buxarı sözünü tutdunuz, başladı olmaz axı belə. Sual verdiniz elə bildim mənə ona görə. Xeyr, demək istədim ki, yəni hər məzhəbin subyektiv yanaşaraq özünün qəbul etdiyi hədis kitabları var. Onun özünə görə heç kim ayranına turş demir, necə deyərlər. O özü üçün o hədis kitabı Qurandan sonra onun üçün artıq heç kim ayranına tuş demirsə, deməli insan nəfsi, baxış bucağı var da. Hə, onun üçün o mötəbərdir. Amma bizə nə lazımdır? Bizə ümumi obyektiv mənbələr lazımdır. Bu da yoxdur. Bunu da nə etmək lazımdır? Quran mizanı ilə ölçmək lazımdır. Həzrət Peyğəmbərin mötəbər bir hədisi var. Deyir. Yoldaşlar təsdiq edə bilər ki, məndən eşitdiyiniz sözü Quranla tutuşdurun. Əgər Qurana uyğundursa, o sözü mən demişəm. Qurana Yox, düz deyir də. Qurana zidd olsa biz necə qəbul edirik? Yox, zidd olan deyil, ümumən zəifdir. Ümumən zəifdir, amma görürsüz. Görürsüz. Bax, məsələn. Siz kim rəvayət edib onu? Onu kim deyib? Harda deyib? Baxın da hədisdə kim deyib onu? Mən yenə deyirəm. Nə gördü? O niyə mən demədim? Turamə qoy mən bitirəm. Hədis olan yerdə mübahisə var. Elə yox, mənbədə buyurur. Qoy, mən bitirmək istədim ki, o zəifdir, amma o demək deyil ki, yəni mənası hədis olaraq zəifdir. Hətta məni tərəfləsə belə şeylərə görə mən tərəfdarı deyiləm bu Turamə, hətta bəzi hədis var ki, Turamə, bəzi hədis var ki, o Allah tərəfləyir. İsnadından nəsə çatmır şərt. Dilə zəifdir. Hətta Allah tərəfləsə belə. Mən o kimi dedim ki, Qurana ziddir o fikir. Sadəcə olaraq zəifliyi biz müəyyən edirik. O şəxslər şəxs müəyyən edir. Zəiflik artıq zəif ya da zəif deyil. Onda o artıq burada subyektiv yanaşma varsa, deməli ilahi yanaşma deyil. İlahi yanaşma interpretasiyası ola bilər. Bax sizə bir net bir sual. Qurana zidd hədis desin görədə nə vardı? Yox. Tural bəy çox fikrini net izah elədi. Mən indi onu inkişaf elətdirmək istəyirəm. Bu Nizami Gəncəvi haqqındadır bu kitab. Və burada da Nizami Gəncəvi deyir ki, mən deyir bu əsərlər yazılmışdan qabaq kitabları Buxarinin, Tural bəy deyir, Təbərinin əl yazmalarını oxudum deyir. Yəni bu əl yazmalar, bu mövzu həmişə deyirlər ki, əl yazma. Ona qalsa bütün dünyanın bütün kitabları məhv olmalı, yoxa çıxmalıdır. Ona qalsa Quranın Tübingində, Birminhamda 20-ci əsrdə tapılmasaydı o nüsxələri, misal üçün deyək. 20-ci əsrin adam deməli ki, Quran da yalandır. Niyə Quranın nüsxəsi yoxdur deməli? Mən demədim onu kənara qoymaq lazım. Yox, mən siz demək. Demək istəyirdim ki, demək istəyirdim ki, siz bayaq təbəri çəksiniz. Qüvvət verəydim, təbəri çəkmişsiniz bayaq. Hədisləri, eşitdiyimiz məlumatları Quranla tutuşturmaq lazımdır. Bunu demək istəyirdim. Mən bu fikirlə